Salam değerli futbol azərkeşləri, Extra Time Futbol kanalı sizləri salamlayır. Klublarımızın növbəti Avropa sınağı başlayır. UEFA'nın təşkil etdiyi Avrokuboklarda ölkəmizi təmsil edən 4 komandamız ikinci təsnifat mərhələsində vacib oyunlara çıxacaq. Bəs bu oyunlar hansı saatda, hansı məkanda keçiriləcək? Bu videoda tanış ola bilərsiniz. İlk olarak 21 iyul saat 20'de UEFA Çempionlar Ligası'nın ikinci təsnifat mərhələsində Sabah Futbol Klubu Finlandiya təmsilçisi Kupsu Masazırda Bank Respublika Arenada qəbul edəcək. 22 iyul saat 20'de ise UEFA Konferans Ligası'nın ikinci təsnifat mərhələsində Neftçi Palim Sports Arenada Belarusun Dinamo Minsk klubunu qəbul edəcək. 23 iyulda ise daha iki təmsilçimiz meydana çıxacaq. Saat 20'de UEFA Avropa Ligası ikinci təsnifat mərhələsində Qarabağ Futbol Klubu Tofiq Bəhramov adına Respublika Stadionunda Bolqarıstanın CSKA Safiya klubunu qəbul edəcək. Həmin gün saat 21'de ise UEFA Konferans Ligası'nın ikinci təsnifat mərhələsində digər təmsilçimiz Zirə Estoniyada Payde klubunun qonağı olacaq. Azərbaycan futbolu üçün çox vacib olan bu qarşılaşmalarda bütün təmsilçilərimizə uğurlar arzulayırıq. İnanırıq ki, komandalarımız meydanda sona dək mübarizə aparacaq. Ölkəmizi layiqincə təmsil edəcək və növbəti mərhələyə yüksəlmək üçün sevindirici nəticələr qazanacaqlar. Dəyərli futbol azərkeşləri, hər bir qələbə təkcə klublarımızın deyil, bütün Azərbaycan futbolunun uğuru deməkdir. Azərkeşlərimizi xüsusilə Bakıda keçiriləcək oyunlarda komandalarımıza canlı dəstək olmağa dəvət edirik. Gəlin tribunalar dolduraq, 90 dəqiqə boyunca komandalarımızın yanında olaq və birlikdə möhtəşəm futbol havası yaradaq. Avropada uğur qazanmaq yolunda futbolçularımızın ən böyük gücü məhz siz azərkeşlərin dəstəyi olacaq. Hər birinizi iyulun 21'i Masazırda, 22'si Palim Sports Arenada, 23'ünde ise Tofiq Bəhramov adına Respublika Stadionunda gözləyirik. Komandalarımıza bir daha uğurlar arzulayırıq.